İngiliscə necə deyək ki, Raul borcunu qaytar, artıq bir il keçib. Burada Raul olduğu kimi qalır. Raul qaytar. Give back, pay back, return my money demək olar. Burada deyək pay back. Pay back my money. Mənim pulumu, yəni borcunu. Artıq bir il keçib. It's already artıq keçib bir il. Been 1 year. 1 year. Artıq bir il keçib. Bir çox adam borcunu debit olaraq işlədir. Lakin debit ümumi məna daşıyır. Ümumi məna daşıyır. Onun üçün my money işlədir. Məsələn, debitə deyə bilər ki, mənim çox borcum var. I have a lot of debit. Mənim çox borcum var. Ümumi məna daşıyır. Amma burada my money təkcə bir məna. Yəni mənim borcumu qaytar, mənim pulum. O cür. Borcunu qaytarmayanlara göndərməliyik.